Spondilolistezis və yaxud da ki, fəqərə sürüşməsi adından da məlum olduğu kimi fəqərələrin bir-birinin üzərində nizamının pozulması ilə baş verir. Düşünək ki, bizim fəqərəmizdir. Bu bir növbəti fəqərədir. Fəqərələrin bir-birinin üzərində nizamının olduğunu görürük. Amma fəqərə sürüşməsində necə olur? Bu artıq biri digərinin üzərindən yerini dəyişdirmiş olur. Bunun dəyişmənin miqdarına görə də dərəcələri müəyyən olunur. Bəzi hallarda travma, bəzi hallarda da müəyyən bir xəstəliklər var ki, onların fonunda baş verə bilər və fəqərənin arxa hissəsindən də bu hissədən onurğa beyni dediyimiz sinir elementləri keçir. Hansı ki, bu sürüşmüş hissədə onurğa beyni artıq sıxışmış olur bu hissədə və ona görə də xəstə eyni zamanda həm bel ağrısı, həm də aşağı ətraflarda ağrı, yerişin çətinləşməsi, gücsüzlük şikayətlərlə bizə müraciət edə bilirlər. Əməliyyatın məqsədi sadəcə stabilizasiya yaratmaq, yəni bu qeyri-stabilliyi bərpa etmək, bu sıxışmış onurğa beynini azad etmək və bununla da xəstələri demək olar ki, normal həyatına geri döndərməsinə nail oluruq.